Biz bəzən kimisə həyatda qarşılanda deyirlər ki, nəyə lazımdır, özü bilər, öz işidir, öz işinə məşğul ol, başqalarının burnuna həyatını soxma. Və nə yaxşı, başqa insanlara bizim həyatımızın burnunu soxur, bizim şəxsi həyatımız haqqında maraqlanır, bizim şəxsi həyatımız haqqında fikirləşir. Cəmaat nə deyər, o nə deyər, bu nə deyər deyirlər. Amma kimsə bizim həyatımıza qarışa bilənmir, bizim kimsə həyata qarışmaq ixtiyarı yoxdur, hə? Nə gözəldir bu, bu nə məntiqdir, bu nə düşüncədir ümumiyyətlə, mən bunu başa düşə bilmirəm. Nətər olur ki, bir insan, məsələn, namaz qılır, Quran oxuyur, ibadət edir, ona deyir, biz başlayır irad bildirməyə, başlayır lağlıq eləməyə, başlayır onu ələ salmağa. Amma kimsə cahili eləyir, kimsə nə bilir, əyyaşlıq eləyir, kimsə əxlaqsızlıq eləyir, deyir ki, özü belə öz işidir. Nətər olur ki, dində öz işi ola bilər, amma başqa həyatda yox. Siz o əxlaqsızları müdafiə eləməyin, siz onlara düzgün yola gətirin, deyim, əhsən sizə. Vallahi deyirəm, bu nə həyatdır, bu nə düşüncədir, bu nə həyatdır siz yaşayın.